Salam, dəyərli millətim. Novruz bayramımızı ürəkdən təbrik edirəm. Elimizə, obamıza xeyirli, ruzulu, bərəkətli gəlsin. Mən Qərbi Azərbaycanın Qarakilsə rayonunun Çiçəkli Murxuz kəndindənəm. Bizdə Novruz bayramı necə keçirilirdi? Ondan sizə danışım. Bizdə Novruz bayramı çox gözəl keçərdi. Axırıncı 2 Novruzda, birinci Busma, sonra Novruz bayramı yaxşı keçirildi. Kəndimizdə böyük klub vardı. Klubun qabağına cəmaət yığışardı. Orada elin ağsaqqalı, böyüyü onu xan bəzəyərdilər. Stol qurardılar, qəşəng xanın qabağına da qəşəng stolda üstündə hər cür meyvələri, şirniyyatlar düzərdilər xanın qabağına. Arxada da xalça vururdular divara. O xalçanın üstə yazırdılar Novruz bayramınız mübarək olsun. Sonra gələk, necə folklor necə idi, nə cür mədəniyyətimiz vardı, onları sizə deyim. Bizdə gəlirdi, o xan otururdu stolda. Xan gələndə hamı gəlirdi xana şikayət eləyirdi ki, evdə elə bil xanımlar gəlirdi, yoldaşlarından şikayət eləyirdi ki, güya bizi incitdi. Tez polislər var idi, güya polisdilər. Oyunu o cür qurmuşdular. Klubun qabağında bir dənə dirək vardı. Orada mıx var idi. Mıxda güya dar ağacıdır. Dar ağacından asırlar adamı. Gəlirdilər xana şikayət eləyirdilər ki, bizi evdə yoldaşımız incitdi. Tez polislər gedib onu hardan olsa tapıb gətirirdilər. Ayaqlarından asardılar. Güya ki, polislər də onları şallağından döyərdi. Sonra yoldaşları gəlirdi. Deyirdi ki, mən elə biri gəlirdi ki, 10 kilo yağ verəcəm, biri gəlirdi düyü verəcəm, biri gəlirdi pul verəcəm. O fason oyunlar qururdular. O adamları asırdılar, o fason oyun qurdular. Sonra o gəlib xanımlar elə xahiş eləyəndən sonra onları açırdılar. O yığılan puldan, ərzaqdan axşam bayram keçirərdilər. Yemək hazırlardı. Kəndin bütün cəmaatı ora gələrdi. Bizim kəndin özündə aşıq vardı. O aşıq orada oxuyardı, cəmaat Novruz bayramını qəşəng keçirərdi. Biz qızlar, amma 10-15 dənə qız bir evə toplaşardıq, qədir tutardıq. Sabaha qədər yatmazdıq, qədir tutardıq, küf asardıq. O küfdə oynayardıq, deyərdik, gülərdik. Sabaha qədər yatmırdıq. Sabah bizdə çay vardı. Kim gedib qabaq o çayın üstünə hoppulur, deyirdi, ağırığım, muğuruğum tökül bu suyun üstünə. Hamımız sənəyin götürərdi, gedərdi oradan su gətirərdi. Gətirən də bizim kənddə bir adət vardı. Kimsə qızına, oğluna nişan qoyur ya qızı nişanlanır, çaydan bir daş gətirərdi, atardı evin küncünə ki, görün bu qızın ayağı bu evə düşür, düşmür ya oğlan olanda. Bizdə Novruz bayramını o cür keçirirdik.